Bismillahirrahmanirrahim. Değerli Ehl-i Beyt dostları, her hafta olduğu gibi bu haftada Ehl-i Beyt coğrafyası programımızla sizlerle birlikteyiz. Bugün de Hazreti Peygamberimiz ve Ehl-i Beyt'inin yolunda öğretileriyle ilham aldığımız maneviyat dolu yolculuğumuz devam ediyor. Bugün konumuz Hendek Savaşı üzerine olacak. Biliyorsunuz İslam tarihinin en önemli ve en büyük savaşlarından bir tanesidir. Bugün konuklarımı tanıtarak hemen programımıza başlamak istiyorum. Azerbaycan'dan değerli Caferi alimi Elmir Veliyev hocam bizlerle birlikte olacak. Hocam hoş geldiniz. Duyabiliyor musunuz? Bəli. Nasılsınız? İyi akşamlar. Değerli Üstadı Güven ve aziz izleyiciler, teşekkür ediyoruz. Ve diğer konuğumuz ise değerli Caferi alimi Güven Dumanlı hocamız. Hocam hoş geldiniz. Hoş bulduk, merhabalar. Nasılsınız? Teşekkür ederim. Nasılsınız? Teşekkür ederiz. Elmir hocam, isterseniz sizle hemen sorularımla başlamak istiyorum programımıza. Hendek Savaşı hakkında bizi bilgilendirir misiniz ve Hendek isminin nereden geldiğini bize açıklar mısınız? Bəli. Sizin də qeyd etdiyiniz kimi İslam tarixində mühüm hadisələrdən biri də Xəndək döyüşü olub. Xəndək döyüşü Hicrətin 5-ci ilində baş verib, miladi 627-ci ildə. Bilirik ki, o zamanda Həzrət Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra Mədinədə bir sıra mühüm işlər həyata keçirdi. Və həmin işlərdən də biri Mədinədə olan yəhudilərlə müqavilə bağlaması oldu Həzrət Peyğəmbərin. O dövrdə Mədinədə bilirik ki, çoxlu sayda yəhudilər yaşayırdı. Bir sıra böyük yəhudi qəbilələri yaşayırdılar. Və Həzrət Peyğəmbər müqavilə bağladı ki, onlar müsəlmanlara qarşı heç bir təxribat törətməyəcəklər, müsəlmanlara qarşı heç bir fəsad törətməyəcəklər, müsəlmanların əleyhinə heç bir iş görməyəcəklər. Bu məsələlərlə bağlı Həzrət Peyğəmbər onlardan əhd aldı və Peyğəmbərlə, müsəlmanlarla yəhudilər arasında müqavilə bağlandı. Və müqavilənin digər tərəfi, digər şərti də bundan ibarət idi ki, əgər onlar müqavilənin maddələrinə, şərtlərinə əks bir hərəkət etsəydilər, Həzrət Peyğəmbər, yəni müsəlmanlar onlara hücum edərdilər, onları qətlə yetirmək haqları var idi, onların mallarını, mülklərini, övladlarını əsir götürmək haqları var idi, əgər bu müqaviləni pozsaydılar. Mən biraz əvvələ qayıtmaq istəyirəm. Hicrətin 4-cü ilində Bəni Nəzir qəbiləsi var idi. Yəhudilərin böyük qəbilələrindən biri də Bəni Nəzir qəbiləsi idi. Bəni Nəzir idi, Bəni Qureyzə idi, Bəni Qaynuqə və bir sıra digər qəbilələr var idi. Bəni Nəzir qəbiləsi də Həzrət Peyğəmbərlə bu sözləşmədə iştirak etmişdilər. Lakin biz elə Xəndək döyüşünün gedişatına baxarkən, Xəndək döyüşünün baş vermə səbəblərinə baxarkən də görürük ki, elə ən çox bu döyüşün baş verməsinə səbəb olan qəbilələrdən biri, ən mühümü Bəni Nəzir qəbiləsi olmuşdu. Həzrət Peyğəmbər Hicrətin 4-cü ilində bir məsələ üçün həmin o qəbiləyə gedir və Həzrət Peyğəmbər hiss eləyir ki, bunlar bağladıqları müqaviləyə əks hərəkətlər eləyirlər. Öz aralarında planlar cızırlar və müsəlmanlara qarşı sanki təxribata hazırlaşırlar. Və hətta Həzrət Peyğəmbər ki, getmişdi onlarla bir məsələ barəsində danışmağa, həmin məsələyə toxunmaq istəmirəm, vaxtımız çox getməsin deyə. Hətta Həzrət Peyğəmbəri orada öldürmək belə istədilər, sui-qəsd hazırladılar. Bir nəfər çıxmışdı, qala divarlarının üstündən Peyğəmbərin üzərinə böyük bir daş ataraq Peyğəmbəri öldürmək istəyirdilər. Həzrət Peyğəmbər bunu hiss elədi və oradan uzaqlaşdı. Həzrət Peyğəmbər özü uzaqlaşdı, yanında gedən bəzi müsəlmanlar da orada qalmışdılar hətta.
Və müsəlmanlar da bunu hiss eləyəndən sonra Mədinəyə doğru hərəkət elədilər. Elə yolda da bir nəfər bunların qarşısına çıxdı, xəbər verdi ki, artıq Peyğəmbər Mədinədədir və onlar da gəldilər Mədinəyə. Həzrət Peyğəmbər bu məsələni müsəlmanlara hamısına bildirdi, elan elədi ki, bunlar artıq öz əhdlərinə pozublar. Və belə olanda da Həzrət Peyğəmbər müsəlmanlarla birlikdə qoşun topladılar, gəldilər ki, onları zərərsizləşdirsinlər, onları artıq Mədinədən kənarlaşdırsınlar. Mühasirəyə aldılar qala divarlarını, Bəni Nəzirlə Bəni Qeynuqə qəbilələri arasında ordunu Həzrət Peyğəmbər yerləşdirdi ki, bunların arasındakı əlaqəni də kəssin və bir neçə gün mühasirə davam elədi. Bir tarixə əsasən 6 gün, bəzi tarixə əsasən 15 gün bu mühasirə davam elədi və ondan sonra Həzrət Peyğəmbər göstəriş verdi ki, o qalanın ətrafında olan xurma bağlarını, ağaclarını yandırsınlar. Yəhudilərin də əsas elə iqtisadi tərəfdən onları təmin edən əsas gəlir yerləri həmin bu ticarətləri idi, xurma bağları idi. Mədinə bilirik ki, bu baxımdan əlverişli bir şəraitə malik idi. Müsəlmanlar başladılar həmin o xurma bağlarının ağaclarını yandırmağa və yəhudilər bunu görəndə qaladan çıxdılar, sürətlə hərəkət elədilər və dedilər ki, Peyğəmbərə dedilər ki, sən özün döyüşlərdə icazə verməzdin ağacları yandırsınlar, təbiətə ziyan vursunlar, amma sən özün əmr elədin ki, ağacları yandırsınlar, səndən yəni bunu gözləməzdi. Təbii ki, bu da Həzrət Peyğəmbər tərəfindən bir döyüş taktikası idi ki, onları qaladan çıxarmaq üçün. Və bunlar qaladan çıxdılar, artıq müqavimət göstərməyin əsassız olduğunu başa düşdülər. Həzrət Peyğəmbər onlara icazə verdi ki, 10 gün ərzində qalanı boşaltsınlar və çıxıb getsinlər. Tarix yazır ki, onlar hər bir şeylərini yığdılar, hətta qapı pəncərələrini belə çıxardılar və özləri ilə apardılar. Heç bir şey qoymadılar. Və buna əsasən Həzrət Peyğəmbər qalan o xurma bağlarını, qalan əmlakı hamısını mühacirlər arasında bölüşdürdü. Mühacirlər ki, Peyğəmbərlə birlikdə Məkkədən Mədinəyə hicrət eləmişdilər və əllərində heç bir maddi vəsaitləri yox idi. Onlara ənsar köməklik eləyirdi, onların bütün şəraitlərini Mədinəlilər, ənsarlar təmin eləyirdilər. Bu baxımdan elə Həzrət Peyğəmbər məsləhət gördü ki, bütün oradan gələn o gəlirlər hamısı mühacirlərə verilsin ki, bunlar da öz maddi tərəflərini təmin etsinlər və ənsar da buna heç bir etiraz etmədi. Belə olanda da həmin bu yəhudilər getdilər, bir plan qurdular. Bəziləri Xeybərə getdilər, bəziləri Şama getdilər, amma yenə bir müddətdən sonra yığışdılar, bir plan qurdular. Hüyey ibn Əxtəb məxsusən Bəni Nəzirin başçılarından idi. Bunlar getdilər Məkkəyə, Qureyş müşrikləri ilə, Qureyş başçıları ilə əlbir olmağa. Dedilər ki, biz yəhudilər hazırıq, sizlər də əgər bizə kömək eləsəz, bu işdə bizə qoşulsaz, biz böyük bir dəstə yığarıq, böyük bir qoşun düzəldərik və müsəlmanları tamamilə aradan qaldırarıq. İslamı, müsəlmanları, Peyğəmbəri, yəni onlar Peyğəmbər də demirdilər, adıyla deyirdilər Həzrət Peyğəmbərə. Tamamilə öldürərək, aradan qaldırarıq və bu İslam, Peyğəmbər tamamilə bizim başımızın üstündən çəkilər, bu bəladan qurtularıq. Məkkə müşrikləri də bilirik ki, artıq yorulmuşdular. Əvvəllər də müsəlmanlarla Məkkəlilər, Qureyşlilər arasında döyüşlər olmuşdu. Bədir döyüşü, Ühüd döyüşü və artıq yorulmuşdular. Bir yol axtarırdılar ki, müsəlmanlardan bir dəfəlik canlarını qurtarsınlar. Buna görə də bunlar da tez bir zamanda razılıq verdilər. Yəhudilər də çox məharətlə dillərindən istifadə elədilər.
və müşrikləri tez bir zamanda yola gətirdilər. Dedilər ki, Mədinənin yaxınlığında Bəni Qureyzə qəbiləsi də 700 nəfərlik ordu ilə bizə kömək eləyəcək. Biz özümüz də böyük bir ordu düzəldərik, sizin də köməkliyiniz vasitəsilə və hətta ətraf ərazilərə Nəcdə getdilər. Bəni Qaynuqa qəbiləsini də yoldan çıxartdılar. Onlar da zaten İslama düşmən idilər və böyük bir ordu. Tarix yazır ki, 10.000 nəfərdən artıq bir ordu toplandı. Bu rəqəm də o dövr üçün böyük bir göstərici idi və indiyə qədər müsəlmanlarla döyüşdə müşriklərin özləri belə bu qədər qüvvə toplamamışdılar. Müxtəlif qəbilələr, müxtəlif dəstələr bir araya gəldilər və böyük bir qoşun yarandı. Hicrətin 5-ci ilində 627 miladi tarixində Mədiniyə doğru hərəkət elədilər və onlar düşünürdülər ki, biz müsəlmanlar da yenə də Ühud ərazisində, Ühud dağı ətrafında görüşəcəyik. Amma Həzrət Peyğəmbər müsəlmanlarla məşvərət elədilər. Dedilər ki, biz Mədinəyə onları buraxmamalıyıq, çünki böyük bir qoşun gəlir. Əvvəlki döyüşlərdə çünki bəziləri məsləhət verirdilər ki, məsələn, Ühud döyüşündəki onları buraxaq elə Mədinə ətrafında onlarla döyüşək. Amma bu dəfə Həzrət Peyğəmbər Mədinədən çox da uzaqlaşmadılar və düşündülər ki, başqa bir yol axtarmalıyıq. Bu zaman Salman Farsi, Həzrət Peyğəmbərin yaxın səhabəsi belə bir məsləhət verdi və Həzrət Peyğəmbərə məsləhət verdi ki, biz İranlılarda belə bir adət var ki, bir nəfər onlara hücum eləyəndə, bir qoşun hücum eləyəndə onların döyüş taktikası belədir ki, onlar xəndəklər qazarlar və düşmənin hücumunun qarşısını alırlar. Buna da inşallah elə növbəti sualda buna cavab verəcəyik. Və böyük bir ordu artıq gəldi Mədinənin ətrafında yerləşdilər. Hicrətin 5-ci ilində. Yəni ki, bu da müxtəlif dəstələr və qoşunlar qəbilələrdən təşkil olunduğuna görə bu döyüşə Əhzab döyüşü də deyirlər. Digər adı da Əhzab, yəni dəstələr döyüşü də deyilmişdir tarixdə. Evet, teşekkür ediyoruz. Hendek isminin nereden geldiğinden biraz bahsettiniz. O konuyu açabilir misiniz? Bəli. Sualımız bundan ibarət idi deyə mən ilk sualda daxil olmadım. Qeyd elədiyimiz kimi Salman Farsi ki, Həzrət Peyğəmbərə belə bir məsləhət verir və müsəlmanlar da bu fikri dəstəkləyirlər ki, Mədinənin ətrafında biz xəndəklər qazaq, onlar düşmən gəlib o xəndəyi keçə bilməsin, yəni şəhərə daxil ola bilməsin. Və elə bu cürdə oldu. Məsləhət belə oldu ki, müsəlmanlar Mədinədən çıxmasınlar və şəhərin ətrafında xəndəklər qaldı. Həzrət Peyğəmbər göstəriş verdi ki, qısasınlar. Gecə-gündüz dayanmadan müsəlmanlar xəndək qazmağa başladılar. Həzrət Peyğəmbər özü də bizzat o işlərdə iştirak eləyirdi və hətta birinci külüncü də torpağa ilə Həzrət Peyğəmbər özü vurdu və iş başladı. Müsəlmanlar tarix yazır ki, xəndəyin uzunluğu 12.000 metrə çatırdı. Yəni təxminən 5 kilometrdən artıq idi və 5 kilometrdən də artıq idi. Eni və hündürlüyü də 5 metr idi. 40 zira uzunluğunda tarix yazır ki, qazıldı və hər bir zira üçündə tarixdə qeyd olunur ki, 10 nəfər ayrılmışdı ki, dəstə-dəstə onları qazsınlar. Və belə bir maraqlı hadisə var. Həmin o dəstələrin hər biri istəyərdilər ki, Salman Farsi onların dəstəsində olsun, həmin o 10 nəfərin içərisində olsun. Belə bir mübahisə eləyirdilər. Həzrət Peyğəmbər gəldi, dedi ki, Salman biz Əhl-i Beytdəndir.
həmin o məşhur hədisində orada qeyd elədi və bu sözü ilə, bu hədisi ilə onların mübahisəsinə son qoydu və Həzrət Peyğəmbərin elə olduğu dəstədə işləməyə başladı Həzrəti Salmanda. Və Xəndək ismi elə bu yerdən gəlir, yəni o qazıntı işlərinə görə, şəhərin ətrafında xəndək qazıldığına görə bu döyüşün bir adı da Xəndək döyüşü kimi tarixdə qalmışdı. Və bilirik ki, düşmən gəlir, orada bir aya yaxın dayanırlar, mühasirədə olurlar. Onlar belə gözləməzdilər ki, müsəlmanlar bu taktikadan istifadə eləsinlər. Çünki bu taktika ərəblər arasında yayılmamışdı. Hətta Əbu Süfyan tarixdə var ki, Əbu Süfyan Peyğəmbərə bir məktub yazır. Yazır ki, mən bilmirəm sən bu taktikanı hardan öyrənibsən, amma çox çəkməz ki, biz bu xəndəyi keçərik və səni də öldürərik, müsəlmanları da öldürərik və sizin kökünüzü kəsərik. Həzrət Peyğəmbər də çox soyuqqanlı şəkildə ona bir cavab yazdı. Yazdı ki, sən heç vaxt bunu bacarmayacaqsan və tez bir zamanda mən Məkkəni fəth eləyəcəm və sənin gözünün qarşısında Məkkədə olan o böyük bütləri sındıracam. Çox qəti şəkildə yazdı Həzrət Peyğəmbər. Əbu Süfyan bu məktubu alıb oxuyanda da narahat oldu. Çünki Peyğəmbərdən indiyə qədər onlar yalan bir söz eşitməmişdilər, yalan bir vəd eşitməmişdilər. Buna görə də Həzrət Peyğəmbərin bu qətiyyətli məktubu onları elə bir mənada narahat elədi. Bir aya yaxın qaldılar, amma heç bir nəticə əldə eləyə bilmədilər. Artıq həmin o yəhudilər ki, Mədinədə var idilər və öz əhdlərinə xilaf çıxmışdılar, xəyanət eləmişdilər Peyğəmbərlə bağladıqları müqaviləyə. Onların bir dəstəsi var idi, bir qəbilə var idi, Bəni Qureyzə. Təkcə bunlar Həzrət Peyğəmbərlə o bağladıqları müqaviləyə sadiq qalırdılar. Bunlar ki, gördülər artıq əlimizdən heç bir iş gəlmir. Belə olanda başladılar fitnə törətməyə bir plan cızdılar. Dedilər ki, əgər biz kənardan bunlara təsir göstərə bilmiriksə, Bəni Qureyzəni Peyğəmbərlə bağladığı əhdə xəyanət etməyə məcbur etməliyik. Onları aldatmalıyıq, dəvət etməliyik ki, bunlar Peyğəmbərə xəyanət eləsinlər və arxadan Mədinənin daxilindən müsəlmanlara hücum eləsinlər. Belə olanda da Hüyey ibn Əxtəb, Bəni Nəzirin başçılarından, böyüklərindən olan, gəldi Bəni Qureyzənin başçısı ilə, Kəblə söhbət eləməyə. Gəldi, qapını döydü, qala qapısın, amma qəbilə başçısı Kəb icazə vermədi. Dedi ki, qapını açmayın. O da çox hiyləgər bir insan idi və hiləyə əl atdı, onun mənəvi baxımdan hisslərinə toxundu. Belə bir cümlə işlətdi ki, qorxursan ki, gələrəm sənin çörəyindən yeyərəm, çörəyin azalar. Belə sözlər deməklə onun ürəyinə toxundu, hisslərinə toxundu və o da göstəriş verdi ki, qapını açsınlar. Bu şəxs də daxil olandan sonra içəriyə başladı danışmağa, şirin dillə, şirin vədlərlə Bəni Qureyzənin başçısını yoldan çıxartdı və bunlar da Peyğəmbərə xəyanət elədilər, bağladıqları sazişə xəyanət elədilər. Amma biz sonrakı hadisələrdə də, gedişatlarda da baxırıq ki, bunun da ciddi bir təsiri olmadı. Baxmayaraq ki, müşriklərin, həmin o dəstələrin ərzaq baxımından da problemləri var idi. Artıq bir aya yaxındır ki, bunlar mühasirədə qalıblar. Heyvanlarının yemləri qutarıb, özlərinin yeməkləri bitir. Hava qış fəsli idi, soyuq idi. Şəraitləri artıq get-gedə zəifləyirdi. Buna görə də onlar getdilər Bəni Qureyzədən. Tarixdə var ki, 2 dəvə yükündə xurma alıb gətirmək istəyirdilər. Amma tarixdə var ki, müsəlmanlar bundan xəbər tuturlar. Yolda həmin o xurma yükünü də imkan vermirlər ki, düşmən qoşununa getsin. Və get-gedə artıq hadisələr bunların əleyhinə işləyirdi. Belə olanda
müsəlmanlar qətiyyən həvəsdən, taqətdən düşmür. Həzrət Peyğəmbər, baxın, Peyğəmbərin ən çox döyüş taktikalarından istifadə etdiyi döyüşlərdən biri də elə Xəndək döyüşüdür. Müsəlmanların, döyüşçülərin mənəvi baxımdan, psixoloji baxımdan ruhiyyələrinin sarsılmasına imkan vermir. Tez-tez Peyğəmbər onlara həvəsləndirici vədlər verir, amma həqiqətən vədlər verir. Həqiqətə uyğun vədlər verir. Onları taqətdən, ruhdan düşməyə imkan vermir. Və müsəlmanlar da qətiyyətlə dayanmışdılar. Hətta düşmən qoşunundan bəziləri ki, istəyirdilər Xəndəyi keçələr, müsəlmanlara hücum eləyələr, onun da qarşısını alırdılar. Özləri də Səf dağı ətəklərində möhkəm mövqelərdə dayanmışdılar. Kim istəsəydi keçərdilər, oradan ox atardılar, daş atardılar və imkan verməzdilər. Artıq düşmən get-gedə sarsılırdı, yorulurdu. Bilirik ki, bütün bu dəstələr hamısı əl-ələ veriblər ki, artıq müsəlmanların bir dəfəlik aradan qaldırsınlar da, bunun üçün gəliblər. Məqsədləri bundan ibarətdir. Amma belə bir gözlənilməz bir vəziyyətlə qarşılaşırlar. Peyğəmbər də tez-tez müsəlmanlardan cəsuslar göndərir, kəşfiyyatçılar göndərir və onların arasında olan xəbərləri öyrənir, gəlir müsəlmanlara, Peyğəmbərə xəbər verirdilər. Artıq Bəni Qureyzə ki, müsəlmanlarla ittifaq bağlamışdı, amma artıq qeyd elədiyimiz kimi onlar da müsəlmanların əleyhinə işləyirdilər. Peyğəmbərə bu xəbər çatdı. Həzrət Peyğəmbər adam göndərdi ki, Səd ibn Maazla Səd ibn Ubadəni, Ovs və Xəzrəcin başçılarını göndərdi ki, doğrudan gedin, öyrənin, bu həqiqətdirsə, gəlin mənə xəbər verin. Bunlar da getdilər Bəni Qureyzə qəbiləsinə, onlar Peyğəmbərin göndərdiyi adamları təhqir elədilər, müsəlmanlara nalayiq sözlər dedilər və artıq Peyğəmbərin göndərdiyi bu səhabələr də gördülər ki, həqiqətən də bunlar da öz əhdlərinə arxa çeviriblər, xəyanət eləyiblər və gəldilər Həzrət Peyğəmbərə bu xəbəri verdilər. Həzrət Peyğəmbərin yanında bir nəfər var idi, təzə müsəlman olmuşdu. Baxın, bir neçə mühüm hadisə var ki, Xəndək döyüşündə düşmənin əzmini sındırdı, düşmənin həvəsini, ruhunu qırdı, ruhiyyəsini sındırdı və onları həvəsdən saldı. Bir neçə hadisə var, biri də həmin bu şəxs ki var idi, Həzrət Peyğəmbərin yanında təzə müsəlman olmuşdu. Nuaym ibn Məsud adında bir şəxs idi. Nuaym ibn Məsud. O gəldi, Həzrət Peyğəmbərə dedi ki, ya Rəsulallah, mən təzə müsəlman olmuşam və heç kəs də mənim hələ müsəlman olduğumu, yəni çox adam bilmir. Düşmən qoşununda olanların əksəriyyəti də məni tanıyırlar, onlarla münasibətlərim yaxşıdır. Bu işdə mənim sənə nə kimi xeyrim dəyə bilər? Bunu Həzrət Peyğəmbərə dedi. Həzrət Peyğəmbər də dedi ki, get əlindən nə gəlirsə elə. Yəni ki, əlindən nə gələ bilər, nə kömək eləyə bilərsən, onların arasında nə kimi xidmət eləyə bilərsənsə, müsəlmanların bizim xeyrimizə, get o işi yerinə yetir. Bu da gözəl bir plan cızdı. Getdi Bəni Qureyzə qəbiləsinə. Bəni Qureyzə qəbiləsinə getdi. Bəni Qureyzənin də düşmən ordusuna qoşulması və Mədinənin daxilində olması işi biraz da çətinləşdirirdi. Getdi həmin o qəbiləyə, dedi ki, siz Mədinədə yaşayırsınız. Bu ordu ki gəlib, bunlar Mədinədə yaşamırlar. Sabah vəziyyət biraz qarışsa, onlar məğlub olsalar, vəziyyət yəni ki, mənfiyə doğru getsə, onlar hamısı çıxıb gedəcəklər öz torpaqlarına. Amma sizin getməyə yeriniz yoxdur. Siz elə Mədinədə qalacaqsınız. Ona görə də siz gəlin bu işdən çəkinin. Bu kimi məsələləri dedi və sonra artıq
belə danışmağı onlarda təsir qoymuşdu. Onlar düşündülər ki, doğrudan da əgər vəziyyət dəyişsə, hamısı çıxıb gedəcəklər onlar, biz qalacağıq burada və müsəlmanlar bizim axırımıza çıxacaqlar. Bunu onlara bildirdi və dedi ki, elə bilməyin ki, onlar da o Məkkədən gələnlər və digər yəhudilər də öz əhdlərinə vəfa eləyəcəklər. Onlar sizi tək qoyub hamısı buradan çıxıb gedəcəklər. Və bunu deyəndən sonra getdi müşriklərin, həmin o Məkkədən gələnlərin xəndəyin ətrafında olan əsas o dəstənin arasına. Gəldi orada da dedilər ki, belə bir şayə yaydı onun düşmənin arasında. Dedi ki, Bəni Qureyzə Peyğəmbərlə bağladığı sazişi pozub sizin göstərişinizlə bu işindən peşman olub. O təzədən müsəlmanlarla yaxınlıq eləmək istəyir, müsəlmanlarla barışıq eləmək istəyir, sülh eləmək istəyir. Elə bilməyin ki, siz sabah onlardan kömək istəsəz, Bəni Qureyzə sizə kömək eləyəcək, həmin o Yəhudi qəbiləsi, kömək eləməyəcək. Əgər inanmırsınızsa, sabah göstəriş verin ki, onlar arxadan hücum eləsinlər. Bəni Qureyzəyə də bu demişdi ki, onlar çıxıb gedəcəklər, buna görə də siz işinizi möhkəm tutmaq üçün onların başçılarından bir neçə nəfəri girov kimi istəyin və girov olaraq saxlayın ki, sabah sizi atıb gedə bilməsinlər. Gəldi müşriklərə də, Məkkəlilərə də dedi ki, Bəni Qureyzə əhdinə xəyanət eləyib və görəcəksiniz ki, sizin onlara dediyiniz məsələləri qəbul eləməyəcək. Göstəriş versəz ki, hücum eləsinlər, onlar hücum eləməyəcəklər və sizdən, başçılarınızdan girov istəyəcəklər. Artıq hər iki dəstə arasında belə bir şübhə toxumları səpdi. Onlar doğrudan da cümə günü axşamı Bəni Qureyzəyə xəbər göndərdilər ki, sabah, yəni şənbə günü siz müsəlmanlara arxadan hücum eləyin, biz də bir təhər xəndəyi keçəcək, hücum eləyəcək. Amma Bəni Qureyzə bunu qəbul eləmədi təbii ki. Artıq şübhə toxumları səpilib deyə qəbul etmədilər və dedilər ki, biz bunu eləyə bilmərik. Əgər siz doğrudan da düz deyirsinizsə, öz böyüklərinizdən bir neçə nəfəri bizə girov verin ki, biz işimizi sığortalamış olaq. Yəni, sizə tam olaraq arxayın olaq. Və həm də bizim şənbə günüdür sabah. Şənbə günü bizim şəriətimizə görə bir iş görməzlər. Bizim əcdadlarımız da tarixdə şənbə günü bir iş gördü. Allah onlara bəla göndərdi. Və artıq boyun qaçırdılar bu məsələdən. Vəziyyəti belə görəndə artıq düşmən qoşununda biraz da ruh düşkünlüyü yarandı. Artıq get-gedə hava şəraiti də pisləşirdi. Şiddətli külək əsdi. Bir neçə kömək var müsəlmanlara. Tarixdə qeyd olunur ki, həmin köməklərdən biri də ilahi qeybi bir kömək idi Allah tərəfindən. Hava şəraiti pisləşir, güclü küləklər əsir və artıq düşmən qoşununun vəziyyəti, çadırları uçur, yemək qazanları odun üstündən aşır, odları sönür, külləri ətrafa səpilir. Artıq qalmaqları üçün orada heç bir şəraitləri olmur. Buna görə də Həzrət Peyğəmbər Hüzeyfəni göndərir, deyir, get gör orada onların arasında nə baş verir. Gəlir, görür ki, Əbu Süfyan o çaxnaşmanın içərisində yığıb onlara ətrafına öz ordusunu, deyir ki, biz belə gözləmirdik, artıq bütün şərait bizim əleyhimizə işləyir. Artıq yeməyə də yeməyimiz yoxdur, heyvanlarımızın yemi də bitib, qutarıb, artıq biz buradan getməliyik. Hüzeyfə də deyir ki, hətta Əbu Süfyanı gördüm, o qədər özünü itirmişdi, özündən o qədər çıxmışdı ki, deyir, belə danışa-danışa getdi, ayaqlarını bağladığı dəvəsinə mindi, istəyirdi ki, dəvəni sürsün, amma dəvənin ayaqları da xəbəri yoxdur ki, bağlıdır. Bu qədər, deyir, belə deyək də, özündən çıxmışdı, ağlını itirmişdi sanki. Və artıq səhərsi gün görürlər ki,
müşriklər artıq çıxıb gediblər. Xəndəyin ətrafında heç kəs yoxdur. Demək, qeybi yardımların Allah tərəfindən gəlməsi, həmin o Nuaym ibn Məsudun gedib düşmən qoşunu arasında belə bir şayələri yayması və Qətəfan və Fərazə qəbilələri ki var idi düşmən qoşununda, Peyğəmbər gizli cəsuslar göndərir və onlar da maddi vəsait üçün, maddiyyat üçün həmin o döyüşdə iştirak edirdilər. Baxın, Məkkə müşrikləri, Yəhudilər və digər kənar qəbilələr. Məkkə müşrikləri bunun üçün gəlmişdilər ki, köhnədən müsəlmanlarla, Peyğəmbərlə ədavətləri var idi. Bunu tamamilə bir dəfəlik aradan qaldırmağa gəlmişdilər. Müsəlmanları qılıncdan keçirib yox eləməyə gəlmişdilər. İkinci dəstə Yəhudilər bunun üçün gəlmişdilər ki, müsəlmanların artan nüfuzu, güclənməsi onları narahat eləyirdi. Onlar istəyirdilər ki, Mədinədə sərbəst, rahat hərəkət eləsinlər. Müsəlmanlar, Peyğəmbər isə onların qarşısında ən böyük maneə idi. Bunu aradan qaldırmağa gəlmişdilər. Digər qəbilələr, Qətəfan və Fərazə kimi qəbilələr isə oradan ancaq maddi xeyirləri üçün, maddi qazancları üçün gəlmişdilər. Həzrət Peyğəmbər də bu məqsədlə gələn qəbilələrə maddi baxımından Mədinənin gəlirinin 1/4-ni vəd verməklə onları da yavaş-yavaş döyüşdən soyutdu. Və beləliklə düşmən qoşunu ruhdan düşdü və əlverişsiz şəraitdə digər tərəfdən onları uzaqlaşmağa məcbur elədi. Güzel, çok önemli noktalara değiniyorsunuz. Allah razı olsun. Peki biz biliyoruz ki böylesine büyük ve önemli bir savaşta duymuşuz ki Hazreti İmam Ali'nin kahramanlığı hakkında da bizi bilgilendirir misiniz? Bəli, təbii ki, Xəndək döyüşündən danışırıqsa, Xəndək döyüşü bilirik ki, tarixdə ən mühüm döyüşlərdən biridir. Məlumat baxımından da çox geniş məlumat var tarixdə. Adam bilmir harasından danışsın həqiqətən də. Hamısı çox mühüm nöqtələrdir. Amma vaxtımıza uyğun olaraq elə mühüm nöqtələrə toxunmağa çalışırıq. Həzrət Əli əleyhissalam bütün döyüşlərdə olduğu kimi bu döyüşdə də misilsiz qəhrəmanlıq göstərdi, şücaət göstərdi. Ümumiyyətlə, Həzrət Peyğəmbərin yanında Həzrət Əli kimi ikinci bir qəhrəman yoxdur, ikinci bir igid yoxdur. Və Xəndək döyüşündə də Həzrət Əli əleyhissalam həmin o qəhrəmanlıq sifəti ilə daha çox gündəmə gəlir. Qeyd elədik ki, düşmən qoşunu Xəndəyi keçə bilmirdi. Amma tarixdə var ki, 5 nəfər Xəndəyi keçdilər. Xəndəyin dar hissəsindən atları ilə atılaraq, tullanaraq keçdilər. Onlardan biri məşhur döyüşçü, ərəblər arasında ən böyük qəhrəman cəngavər Əmr ibn Əbdəvud idi. İkincisi Əkrəmə ibn Əbu Cəhil və digər. 5 nəfər Nofəl adında bir qəhrəman və s. Bunlar keçirlər. Müsəlmanlar da Səf dağının ətəklərindədirlər. Bunlar keçiblər, məxsusən də Əmr ibn Əbdəvud düşmənə ən böyük dayaq idi. Onlar müşriklər, düşmən ordusu ona baxanda həvəslənirdilər. Deyirdilər ki, Əmr ibn Əbdəvud bizim aramızdadırsa, biz arxayınıq ki, bizə heç kəs qalib gələ bilməz. Bu qədər məşhur bir döyüşçü idi, cəngavər idi. O çıxır müsəlmanların qarşısına və başlayır rəcəz oxumağa, müsəlmanlara meydan oxumağa. Deyir ki, siz demirsiniz ki, bizdən öldürülənlər cəhənnəmə gedir, sizdən öldürülənlər cənnətə. Kim cənnətə getmək istəyir? Gəlsin onu öldürün və cənnətə getsin. Məgər istəmirsiniz mən cəhənnəmə gedim, gəlsin belə bir ürəkli adam varsa, igid adam varsa məni öldürsün və mən cəhənnəmə gedim. Belə rəcəzlər oxuyurdu və müsəlmanlara meydan oxudu. Artıq müsəlman qoşununun da canına lərzə düşüb, qorxu düşüb müsəlmanların, hamısı tanıyır.
belə bir qəhrəmandır. Heç kəs də ürək eləyib onun qarşısına çıxmır. Həzrət Peyğəmbər qoşuna müraciət elədi müsəlmanlara. Dedi ki, kim bu şərri yox eləyər, müsəlmanları, bizləri bunun şərrindən qurtarar. Heç kəsdən cavab çıxmadı müsəlman qoşunundan, dəstəsindən. Təkcə Həzrət Əli əleyhissalam Peyğəmbərin bu sözünə cavab verdi. Dedi, ya Rəsulallah, mən çıxaram, onunla döyüşərəm. Həzrət Peyğəmbər Əli əleyhissalamı çağırdı, öz qılıncını Həzrət Əliyə verdi, başından əmmaməsini götürdü, Həzrət Əlinin başına qoydu və Həzrət Əliyə dua elədi. Dedi ki, Allah səni qorusun. Və hətta tarixdə var ki, Quran-ı Kərimdən Ənbiya surəsinin 89-cu ayəsini oxudu Həzrət Zəkəriyanın dilindən. Həzrət Zəkəriyanın dilindəndir ki, bu ayə, ey Rəbbim, məni tək qoyma. Həzrət Peyğəmbər də Əli əleyhissalama belə bir dua elədi. Dedi, ilahi Əlini bütün pisliklərdən qoru, bütün şərlərdən qoru və qılıncını verdi və Əli əleyhissalamı döyüş meydanına yola saldı. Həzrət Əli əleyhissalam başdan ayağa döyüş paltarında, başında dəbilqə, belə baxanda zahirən tanımaq mümkün deyildi. Gəldi, dayandı Əmr ibn Əbdəvudun qarşısında və dedi ki, məni tanıyırsan? Dedi, yox. Sən kimsən? Dedi ki, mən Əli ibn Əbi Talibəm. Dedi ki, təəssüflər olsun sənin əmin oğluna. Necə ürək eləyib səni göndərib bura? Mən indi səni elə bir şəkildə öldürəcəm ki, bura gəlməyinə yəni peşman olacaqsan. Səni nizəmə taxaram, göyə qaldıraram, orada ölüb ölmədiyini heç özün də bilməzsən. Həzrət Əli əleyhissalama meydan oxudu. Amma dedi ki, səni öldürmək istəmirəm. Çünki sənin atanla biz dost olmuşuq. Buna görə səni öldürmək istəmirəm. Maraqlı bir nöqtə var burada. Nəhcül Bəlağiyə şərh yazanlardan məşhur İbn Əbil Hədid deyir ki, həmişə mənim tarix ustadım Əbülxeyr deyir, bu məsələdən, bu hadisədən söz düşəndə, o deyirdi ki, əslində Əmr ibn Əbdəvud Əli əleyhissalamdan qorxurdu. Onu Bədirdə, Ühüddə görmüşdü Həzrət Əlinin igidliyin, necə döyüşür, necə bir cəngavərdir. Orada görmüşdü, əslində elə danışmağına baxmayın, o Həzrət Əlidən qorxurdu əslində. Həzrət Əli əleyhissalam ona dedi ki, sən bir dəfə Kəbənin pərdəsindən tutubsan, Kəbənin pərdəsindən, divarından və and içibsən, əhd bağlayıbsan ki, döyüşəcəyin adamın 3 istəyindən birini qəbul edəcəksən. Birincisi, mən sənə deyirəm ki, İslamı qəbul elə. Bu deyir ki, sən nə danışırsan? Mən İslamı qəbul etsəydim, mənim burada nə işim var idi? Bundan keç, bu mümkün olan iş deyil. İkinci, Həzrət Əli əleyhissalam dedi ki, sən döyüşmə, buradan çıx get. Yəni ki, müsəlmanlarla işin olmasın. Nə mənim, nə də sənin mənlə heç bir işin olmasın. Buradan çıx get. Dedi ki, bunu da qəbul eləyə bilmərəm. Çünki ərəb şairləri mənə həcv eləyərlər, mənim barəmdə nalayiq şeirlər yazarlar və mən bu vaxta qədər yığdığım bu adımı, sanımı, şöhrətimi əldən verərəm, rüsvay olaram. Bunu da keç. Üçüncüsü, Həzrət Əli əleyhissalam dedi ki, onda sən atlısan, qarşı tərəf, yəni mən piyadıyam. Atdan yerə düşəsən və piyada şəkildə döyüşək. Dedi ki, mən gözləməzdim sən məndən belə xırda bir istək istəyəsən, belə balaca, kiçik bir istək dilə gətirəsən. Qəbul elədi və atdan yerə düşdü. Döyüş başladı, tarix yazır ki, toz torpaq qalxdı havaya və artıq heç kəs ətrafdan bunları görmürlər, toz torpaqdan. Yazırlar ki, döyüş əsnasında Əmr ibn Əbdəvud güclü bir zərbə vurdu Əli əleyhissalama. Həzrət Əli dəbilqəsini verdi qabağa. Amma deyir, zərbə o qədər güclü idi ki, dəbilqədən belə Həzrət Əli əleyhissalamın
başına işlədi həmin o zərbə. Bu məqamda Əli əleyhissalam güclü bir zərbə ilə onun ayaqlarına, qıçlarına zərbə vurdu. Və yazırlar ki, bir qıçı, bəziləri yazır ki, elə hər iki qıçı kəsildi və o yerə yıxıldı. Və həmin o toz torpağın arasından Həzrət Əli əleyhissalamın təkbir səsləri eşidildi. Allahu Əkbər dedi və müsəlmanlar bildilər ki, Həzrət Əli əleyhissalam qalib gəldi. Orada düşmən qoşununun canına artıq lərzə düşdü. Əbu Sufyan dəhşətə gəlmişdi ki, Əmr ibn Əbdəvüd də məğlub oldu. Artıq bu qoşunun sarsılması, məğlubiyyəti demək idi. Və digər cəngavərlər, həmin o 5 nəfər ki, keçmişlər xəndəyi, onlar bu hadisəni görüb qaçdılar. Bir nəfər ki, Nofəl adındaydı, o da xəndəyə keçmək istəyəndə atı qarışıq yıxıldı xəndəyə. Sonra müsəlmanlar onu öldürmək istəyəndə dedi ki, bu ədalətli olmaz. Çıxaq, təkbətək döyüşək və Həzrət Əli əleyhissalam onunla döyüşdü, onu da orada öldürdü, qətlə yetirdi. Və ondan sonra Həzrət Peyğəmbər Əli əleyhissalamın bilirik ki, bu məşhur zərbəsi barəsindəki o məşhur hədisi var. Zərbətu Aliyin yevmul xəndəc əfdalu min ibadəti səqəlin. Əlinin xəndək günündə vurduğu bir zərbə insan və cinin qiyamətə qədər ibadətindən üstündür, fəzilətlidir. Çünki bu zərbə Allah üçün idi. Çünki bu zərbə vasitəsilə müsəlmanların izzəti qorundu, saxlanıldı. Və Həzrət Peyğəmbər orada Əli əleyhissalama müjdə verdi. Əbşər, ya Əli, fələvvuzinəl yevmə əməluk bi əməli ümməti Muhammedin sallallahu aleyhi və aleyh. Dedi, ya Əli, əgər sənin bugünkü bu əməlin Muhammed ümmətinin bütün əməli ilə bir tərəziyə qoyulsa, yəni tərəzinin bir tərəfinə sənin bu zərbən, digər tərəfinə ümmətin bütün əməlləri hamısı qoyulsa, sənin bu ibadəti, bu zərbən hamısından üstün gələr. Lərəcəhə əməlukə bi'əməlihim. Sənin bu əməlin onların hamısından ağır gələr. Niyə? Və zəlikə ənəhu ləm yəbqa beytun min buyutil müşrikin. Buna görə ki, sənin bu zərbən vasitəsilə müşriklərin evlərindən elə bir ev yoxdur ki, illa və qəd dəxələhu vəhənun. Müşriklərin elə bir evi olmadı ki, ora ziyan toxunmasın. Bütün müşriklərin hamısına ziyan, qəm, qüssə daxil oldu sənin bu zərbən vasitəsilə. Bi qətli əmru, həmin bu Əmr ibn Əbdəvidi öldürdüyünə görə. Və ləm yəbqa beytun min buyutil muslimin illa və qəd dəxələhu izzun bi qətli əmru. Və sənin bu zərbən vasitəsilə müsəlmanların elə bir evi qalmadı ki, ora izzət, şadlıq, fərəh, sevinç hissi daxil olmasın. Yəni ki, əslində bu günləri ki, İslam dini bizə gəlib çatıb, tarixdə də alimlər qeyd edirlər ki, bir neçə mühüm hadisə ki var, İslamı ayaqda saxlayıb, İslamı bu günə çatdırıb. Məsələn, Kərbəla hadisəsidir, məsələn, Həzrət Peyğəmbərlə müşriklər arasında bağlanan məşhur Hüdeybiyyə sülhüdür və bir məsələni də Xəndək günündə Həzrət Əli əleyhissalamın vurduğu bu zərbəni qeyd edirlər ki, İslamı ayaqda saxladı, İslam bu günə qədər gəldi, bizə çatdı. Ona görə də bütün bu ibadətlərimizdə elə Həzrət Əlinin bir payı var. Namazımızda, orucumuzda, bütün elə işlərimizdə, əməllərimizdə Həzrət Əlinin həmin o zərbəsinin payı var. Əli əleyhissalamın sayəsində müsəlmanların izzəti qorundu, saxlanıldı. Və bütün döyüşlərdə olduğu kimi bu döyüşdə də Əli əleyhissalam müsəlmanları, dini, Həzrət Peyğəmbəri qoruması ilə, igidliyi ilə yenə də ön sıralarda oldu. Evet, hocam ağzınıza sağlık. Gerçekten İslam dünyasındaki bu çok önemli savaşta çok güzel noktalara değindiniz. Bizi çok bilgilendirdiniz. Allah razı olsun. Ağzınıza sağlık. Teşekkür ederiz. Mən təşəkkür edirəm. İşlərinizdə eləyirəm. Allah sizləri müvəffəq eləsin. Teşekkür ederiz. Güven hocam eklemek istediğiniz? Ben teşekkür ediyorum.
Hocam, üstadım, davetimizi kırmadınız, katıldınız. Xətamız oldusa deyirək inşallah. Allah razı olsun sizden. Güzel istifade ettik. Ben notlar da aldım sizin anlattıklarınızdan. Çok güzel anlattınız. Çok detaylı bir şekilde. İnşallah sizleri yakın zamanda burada stüdyoda da ağırlamak bizlere nasip olur. Sizin kıymetli sohbetlerinizden istifade ediyorlar Azerbaycan'daki kardeşlerimiz. İnşallah Türkiye'de de burada da yine bu Türk milletinin inşallah bu gönül tercümanlığına devam edersiniz. Burada da daha çok sizleri görmek isteriz. Ağzınıza yüreğinize sağlık üstad. Çok memnun olduk sizden. Təşəkkür edirəm. Var elə sizlərə bir daha təşəkkür edirəm. Allah razı olsun. Sağ olun. Teşekkür Sağ olun ederiz. inşallah. Ağzınıza sağlık. Allah razı olsun. Teşekkür ederiz. Evet değerli Güven Hocam, size sorularım var. Değerli hocamız çok güzel noktalara değindiler sağ olsunlar tekrar. Sizden de Hendek Savaşı ile alakalı ve İmam Ali'nin kahramanlığıyla alakalı eklemek istediğiniz, önemli gördüğünüz noktaları bizlerle paylaşır mısınız? Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Öncelikle teşekkür ediyorum sizlere de. Ve çok kıymetli Kanal 12'nin değerli izleyenlerine de selam ve hürmetlerimi iletiyorum. Kanalımızın banilerine, destekçilerine, gönüllerine ve vefalı bu güzel kanalın çalışanlarına, ekibine, teknik ekibine, reji ekibine, yapımına, hepsine çok teşekkür ediyorum. Allah razı olsun. Geçen hafta burada Uhud Savaşı'nı konuştuk ki onun yıl dönümüydü. Huneyn Savaşı'nı konuştuk, onun yıl dönümüydü. Bu haftada yani bu ay, bu aslında Şevval ayı savaşların kaç tane savaşın, gazvenin yapıldığı, gerçekleştiği aylardan, günlerdendir. Bu savaşlarda en önemli kazanımlar neydi? Dünyevi olarak baksak, maddi olarak baksak, mesela bir yerin fethedilmesi, bir yerin alınması, bir kalenin, bir şehrin veya oradan gelen bazı ganimetler. Bunlar önemliydi. Ama daha önemli olan Müslümanların imtihanlar anında Allah'a olan imanları, Efendimiz'e, Resul-i Ekrem'e olan, ona ve Ehl-i Beytine selam olsun, bağlılıkları, onun sözüne uymaları, bu yolda can verme durumları, gerçek iman edenlerden olma durumları. Bunları daha çok görüyorduk. Bu savaşlar Müslümanlar için şehit olanlar ruhları şad olsun. Hamza Seyyid-i Şüheda'yla, İmam Hüseyin Aleyhisselam'la Seyyid-i Şüheda'yla haşrolunsunlar ki onlarla beraber, Hazreti Hamza ile beraber onun komutasında da savaşıp şehit olanlar var içlerinde. Onların yeri, makamları âlidir, üstedir. Bizler de içimizden cennete gidecek olanlar kimlerse onlar da orada onların makamını görüp inşallah gıpta edecekler. Bununla beraber işte yürek ve cesaret bu çok kendi başına olduğu zaman bazen tırnak içinde sanki şöyle bir algı da var ya, bu bir delilik gibi yoranlar, bu şekilde çekmek isteyenler de oluyor. Çok deli yürek mesela, deli yürek. Yürekli bir insan akıllı insandır. Cesur insan akıllı insandır. Nerede, neye cesaret ederse, neye cesurluk ederse, küfre karşı, şeytana karşı, zulme karşı cesaretiyle karşısında durmak, evet, bu gerçek cesaret budur, cesurluk budur. Bir zalim ve bir zalimin zulmü, bu sadece birini ezmek anlamında da değil bu arada. Şeytan da zulmediyor aslında bize, bizim bedenimize, bizim fikirlerimize, imanımıza, ruhumuza. Ve biz o zalime hemen teslim oluyoruz.
şeytan zaliminin zulmüne teslimiz birçok yerde. İster istemez onu aslında biz ikrar ediyoruz. Biz sana teslimiz. Mübarek Ramazan ayında da meşhur hadisimiz vardır ya Resul-i Ekrem Efendimiz'den. Huve şehrun evveluhu rahme, avsatuhu mağfire ve ahiruhu etke minen nar. Bu ay başı rahmet, ortası mağfiret, sonu da ateşten kurtuluştur, cehennemden kurtuluştur diye tercüme ediyoruz. Orada etke minen nar, ateşten kurtuluş. İtkin tam kelime manası nedir diye lügata baktığımda şunu gördüm ki kölenin zincirlerinin açılıp azat edilmesi. Bu fiile, Arapçada her şey zaten fiil üzerine anlatılır. Birçok kelime bir fiilin durumuna göre verilir. O etk, kölenin zincirlerinin açılıp azat olması. Bizim cehennemden kurtuluşumuz da aslında bir kölelikten kurtuluşumuzdur. Neyin köleliğinden? Nefsimizin köleliğinden. Evet. Bence Efendimizin bu kelimeyi özellikle seçmesinde, tabii kullanım olarak da yaygın olabilir. Bence buraya da dikkat etmek gerekir. Biz ateşin kölesiyiz. Cehennemin kölesiyiz. Şeytanın kölesiyiz. Böyle yaptığımızda, yapmadığımızda biz ondan kurtulmuş olmadan oluyoruz. Bununla beraber işte cesaret ve cesur olmak, yürekli olmak, şeytanın zulmüne de karşı direnmek, özgürlüğümüzü elde etmektir aynı zamanda. Yoksa cesaret öyle elime kılıcı alayım, Akıllı cesaret. işte herkese sallayayım, bu değil. Evet. Cesaretin kendisi budur zaten. Onun adı cesaret değildir. Belki Türkçe'de biz böyle anlıyoruz. Cüret etmek, çok böyle cüretkar, böyle daha çok Türkçe'de böyle bir algısı var. Kelimenin Arapça lügatı şu an zihnimde değil ama böyle diyoruz. Cesur olmak önemli bir şeydi. Ve cesaret de herkeste olan bir şey değil. Doğru yerde, doğru şekilde kullanacak. Herkeste biraz cesaret var mıdır? Yürek var mıdır? Tabii ki vardır. Hele o dönemde, o şeraitte Müslüman olmak kolay bir şey değil. O da yürek isterdi o gün Müslüman olmak. Hatta o savaş meydanına gelmek, orada bir ay kalmak, hendeğin bu tarafında olmak da yürek ister, cesaret ister. Ama akıllı ve imanı kamil olunca insan orada kalıyor. Ölmek, Allah yolunda can vermek biraz iman meselesidir. Sadece cesaret meselesi değildir. Nice kahramanlar vardı. Kerbela'da o gün orada olmadılar. Bazıları aklı yetmedi orada olmaya. Bazıları farklı şeyler düşündüler. Akıllıca davrandıklarını zannettiler. Efendimiz İmam Hüseyin Aleyhisselam'ın hel min nasirin yensurna, yok mu bize yardım edecek olan çağrısına destek vermedi. Ya da dedi ki böyle değil şöyle destek veririz dediler. Akıllılık yaptılar kendilerince. İşte yakın günlerde İmam Hüseyin Aleyhisselam hacda anlatacak insanlara. Onun işte o dönemlerdeyiz. İnsanlara diyecek işte bu benim Medine'den çıkma sebebim buydu. Buna ben nasıl biat edeyim? Bazıları İmam Hüseyin Aleyhisselam'ın bu kutlu yolculuğuna katılmadılar. Yani akıllıca davrandıklarına inanıyorlardı ama akıllı değiller. Yoksa onlar da cesur insandılar. Bazıları çok cesur ve çok alim insandı. İmanlı insanlardı da aynı zamanda. İman ehliydi. Bazıları akıllı oluyor, cesaret oluyor, imanı zayıf oluyor. Niye canımı vereyim diyor burada. Mesela şimdi anlatacağımız Amr ibn Abdüvet cesur adam değil miydi? O da cesur adamdı. Cüretkar adamdı daha ziyade. Ama imanı yoktu. İşte bu gibi savaşlar en çok da Müslümanların bu tarz imtihanları konusunda bizlerin de okuyup anlayabileceği, ders çıkaracağımız, günümüzde kendimize uygulayacağımız dersler, öğretiler, nasihatler oluyor. Hocam çok güzel Hendek Savaşı'nın başını, sonunu, ortasını iyice anlattılar. Ben birkaç yere sadece değineyim. Süremiz yettiğince inşallah. Geçen hafta Huneyn Savaşı'nda bahsetmiştik.
Dedik ki inşallah haftaya da Hendek Savaşı'nda da ondan bahsederiz. Çok kısaca ve bir cümleyle onu da anlatalım. Hendek Savaşı'nı yine Emir hocamız da buyurdular ki Selman-ı Farsi'nin Selman-ı Pak, bizim Türk yurdunda Selman-ı Pak diye daha çok yazılmıştır ve anlatılmıştır. Selman-ı Farsi diye değil. Bu bir ırkçılıktan, milliyetçilikten dolayı değildir. Yanlış anlaşılmasın. Fars olduğu için mi acaba demiyorlar? Hayır, ondan dolayı değil. Efendimizin sözünden dolayı diyorlar. Efendimiz orada buyurmuş diye Selman bizdendir, Ehl-i Beyt'tendir. Ehl-i Beyt'in pak olduğunu Selman üzerinden de Türk insanları anlatıyorlar. O yüzden Selman-ı Pak. Selman Ehl-i Beyt'tendir. Evet. Yani internette de şimdi bir arama yaparlarsa seyircilerimiz Selman-ı Pak diye bulacaklardır. Farsi diye yazanlar da vardır. Yani ilmi kaynaklarda belki Selman-ı Farsi diye daha çok çıkabilir. Ama Türk vaizleri, şiirlerinde Selman-ı Pak ismi daha çok ön plana çıkmıştır. Selman-ı Pak Huneyn Savaşı'nda işte daha sonraki Taif gazvesinde bu kaleyi işte aynı Hendek Savaşı'nda olduğu gibi bu sefer savunma değil de burada hücum tarafındayız. Etrafını kuşatıyorlar ama savaşı kazanabilmeleri için, daha doğrusu tam bir zaferle sonuçlandırabilmeleri için kaleye girmeleri lazım. Fakat kaledeki insanlar inmiyorlar. Çok iyi bir hazırlık yapmışlar. Ya ok atıyorlar, taş atıyorlar. Bir şekilde olmuyor. Selman orada bir fikir verdi. Bu fikir de aslında bu fikir konusunda da muvaffak olamadık. Ama ilk defa denenen bir şey oldu. İki şey oldu. Bir, mancınıklar yaptılar. Ben geçen haftada okuduğumda yine galiba yine El Magazi'de okumuştum. Savaşlar ve gazveler üzerindeki en güzel, en önemli eserlerden biridir. Orada ya o mancınıkları orada yaptılar Selman'ın tarifiyle ve tabiri caizse mühendisliğiyle, ya da yanlarında getirmişler diyenler de var, ya da orada yakında bir yerden alıp getirdiler diyenler de var. Ama Selman'ın fikriydi ki uzaktan kaleye mancınıklarla işte taş atıyorlar, işte top, bugünkü top atmak gibi düşünelim. Evet. O düşmanın direncini kırmaya çalışıyorlardı. İkinci teknoloji de, savaş teknolojisi de ve taktiği de diyelim. Stratejisi. Kaleyi şimdi insanlar, Müslümanlar kılıçlarıyla, mızraklarıyla kalenin kapısına geldiğinde üstten ok taş atıyorlar. O da olmuyor. İşte kızgın yağ atıyorlar veya işte eritilmiş bir şeyler döküyorlar üstüne. Lav diye tabir edeceğimiz. Evet. Ne yapalım, nasıl yapalım deyince Selman bir tekerlekli, bizim seyyar araçlar gibi düşünün. Biraz daha gelişmişi. Arabalarla hücum edelim diyor kaleye doğru. Kale kapısını o şekilde kıralım veya kalenin zayıf olan duvar yerlerine bakalım. Oralardan arabalarla hücum edelim diyor. Tekerlekli tahta, ahşap arabalarla hazırlıyorlar. Üstüne de çok kalın birkaç parça deri geçiriyorlar ki o ateş bir şey, ok geldiğinde önce oklar için yapıyorlar. Oklar, mızraklar gelmesin, taşlar gelmesin. Birkaç kat yapıyorlar. İşte üstünden de yine böyle çıtalar atıyorlar. Deride tam düşmesin diye. Ama ok mızraktan koruyor fakat o lavlardan, o ateşlerden de koruyamıyor. Arabanın içine biniyorlardı Müslümanlar. Arabayı oraya doğru itiyorlardı. Kalenin kapısını kırmak için oradan bir şekilde bir şeyler atıp o da sonuç vermedi. Sonunda orada geri döndüklerindeki anlatmıştık. Bu esirlerin bağışlanması, mallarının bağışlanması kaleyi içten fethetmek oldu aslında. Bir Truva atına gerek olmadı. O orduyu toplayan Malik bin Effe Nasri
kendisi ki o da o kabiledendi. Efendimizin Beni Saadet'de o ailede küçükken süt emmesinden dolayı o akrabalarını bağışlayınca Malik de baktı, bu iyi bir insan. Kazandığı ganimetleri, 6.000 tane kadın ve çocuk esir vardı. Bir de şöyle de düşünmek lazım. İnsan psikolojisi. O kadınları ve çocukları, Malik ve malları, işte 24.000 deve, 40.000'den fazla koyun, 850 kilo altın, Malik zorla getirmişti. Biz geçen hafta da bunu anlattık. Ki Evet. herkes gelsin ki kimse geri dönemezsin. Savaş meydanına, Huneyn'e herkes malını, çoluğunu, çocuğunu, eşini, rızkını, her şeyini getirsin. Geri dönme gibi bir fırsat olmasın. Bir düşünce olmasın. Orada kalsın. Ona rağmen kaçtılar. 6.000 kişi orada esirdi ve Efendimiz onları bağışlayınca işte Malik o kaleyi içten fethetmek oldu. Ya da yılanı deliğinden çıkardı diyebiliriz. O kaleye gizlenmişti. O dönem için o şekildeydi. Daha sonra Malik'in kendisi oradan çıktı kaleden ve Efendimiz de geldi, görüştü ve dedi ki ben senin Allah'ına ve sana iman ediyorum, sana inanıyorum diyerek Müslüman oldu. Efendimiz de dedi ki o zaman git kabilelerini, o bugüne kadar topladığın Taif'te onları sen yaptın, bu işi tabiri caizse başımıza sen açtın. Git onları geri getir. İşte Malik de gitti Taif kalesini bu sefer o kuşattı. Kendisi oraya toplamıştı insanları. Kuşattı. İşte o demiştik ya, oralar daha çok böyle Taif bölgesi. Şu an nasıl bilmiyorum. Artık oraya gidenler biliyorlardır. Gezenler olmuştur. Bağlık, bahçelik, hurmalık, böyle güzel bir yer. Malik dedi ki biz buradaki sizin bağınızı, üzüm bağlarınızı, hurma bağlarınızı yakacağım. Kendi kabilesine dedi, yani akrabalarına. İn aşağı Müslüman olun. Yok dediler. İşte bak sizi öldürürüm, savaşırım falan filan. Sonra Malik o direnci kırdı tek tek. Bazıları Müslüman oldu, bazıları işte Malik adam gönderdi. Bazılarının büyüğüne söyledi, bazılarının küçüğüne söyledi. Bir şekilde insanlar oradan çıktılar ve yine o Malik insanlara toplamıştı. Taif'in son iman etmesini ve teslim olmasını da aynı Malik sağlamıştı. Bu Selman-ı Farsi, Selman-ı Pak bizim tabirimizle orada o taktiği vermişti. Burada da hendek kazmıştı. Ama işte hendeğin de bir sınırı var. Bir şekilde kontrol etmek de zordur. Elhasıl bunlar geçtiler. Birkaç kişiyle beraber Amr ibn Abdüvet oraya geçti. Geçince orada üzücü şeyler oldu. Yani bazı açılardan üzücü şeyler oldu. Kötü sözler kullandı. Hakaretvari sözler kullandı. Hakaretamiz sözler kullandı. Tarihte bazı yazıtlar, anlatıcılar şöyle demişler, yani bazıları yüzünü gizliyordu. Bazıları kalkıp gitti, arkada bir yerlerde saklandı, gizlendi. Çünkü Amr bin Abdüvet genç biri de değildi, yaşını almış biriydi. Hocamız da az önce anlattı. Hazreti Ebu Talib'in, Efendimizin amcası, Hazreti Ali'nin babası, ilk iman edenlerden, Efendimiz'e son nefesine kadar yanında olup destek veren ve öldüğü yılda hüzün yılı olarak Efendimizin ilan ettiği İslam'ın ilk fedailerinden, Efendimizin en yakın amcası, ailesinden, Efendimiz'den büyük olanlar için de en yakın oydu. Küçüklerde de Hazreti Ali'di zaten. Onunla arkadaş olacağına göre zaten biz de biliyoruz ki Amr ibn Abdüvet yaşlı da bir insandı. Olgun bir insandı. O çok meşhur biriydi. Gayretiyle, savaşçılığıyla, şövalyeciliğiyle çok meşhurdu. Geldi ve ağır sözler söyledi. Bazıları saklandılar, gizlendiler. Efendimiz döndü baktı yanındakilere.
buyurdu ki yok mu buna cevap verecek olan? O hakaret ve küfürleri için demiyorum. Amr bin Abdülvehhab dedi ki, hocamız da az önce anlattı, yani siz ölünce cennete gitmiyor muydunuz? Gelin siz cennete, gelin siz cennete göndereyim, hadi bakalım gelin diye meydan okudu, çağırdı. Yok mu yani, gelin gelmiyor, size nokta nokta küfürler, hakaretler, tüm mukaddesatımıza hakaretler etti. Ses yok. Resul-i Ekrem döndü baktı. Yok mu gidecek olan? Böyle baktığımda İmam Ali Aleyhisselam kalktı, dedi ben bir dakika. Ashab, ensar, yok mu bir tekrar ediyor, doğru mu? İkinci kez. İkinci kez. Ediyor. Ali Aleyhisselam yine kalktı. Bir dakika dedi Ali. Yok mu biri buna gidecek ve cevap verecek? Böyle etrafına baktı. Çok zor bir durum. İmam Hüseyin Aleyhisselam son meydana gitmeden önce böyle baktı. Kerbela'da bedenlere toprak üstündeydi. Abbas neredesin? Ali Ekber, Kasım, Habib, Veheb, Zuheyr, Eslem Türk'tü. Neredesiniz? Kimse yok. İmam Hüseyin Aleyhisselam'ın kimse yoktu yanında aynı. Resul-i Ekrem Hendek'te Ali Aleyhisselam'dan başka o da tek kalmıştı. Hendek Savaşı'ndakiler canlıydı, yerde değildi bedenleri. Ama oturmuşlardı. Ya da ayaktaydılar ama gitmiyorlardı. Efendimizin çağrısına lebbek diyemiyorlardı. Korkularından. Yani ne yapsınlar diye de bana bunu, evet, yok, o cesaret yoktu. Ne yapsınlar? İmanı vardı, cesareti yoktu. Belki cesareti vardı, imanı zayıftı. Belki aklı yoktu. Başka bir şey düşünmüştü. Benim aklıma gelenler bunlardır. Ya cesaret eksikliği, ya akıl eksikliği, ya iman eksikliği olacak. Bu üçünden biriydi. Başka bir şey bilmiyorum, üretemiyorum yani. Başka ne olabilir? Ya cesareti yoktu, korkaktı. Ya imanı yoktu, münafıktı. Kafirdi veya neyse. Ya da aklı yoktu, kendince bazı bir şeyler düşünüyordu oradaki birçok insan. Bu cesaret meselesi hakaret değildir, cesareti olmaması. Korkaklık hakaret değildir. O yürekte onda yoktu. Olabilir. Kimde vardı ki Ali'den başka? Resul-i Ekrem için canını feda edecek. Kimse ses vermeyince üçüncü kez, tabi bu şöyle değil yani. Seyircilerimiz buraya dikkat etsinler. Hocam özür dileyerek programımızın sonuna doğru yaklaşıyoruz. Biraz daha hızlanalım. Evet, buyurun. Bunun bilgisini Kaç dakikamız var? Siz devam edin. Ortalama 4-5 dakika içerisinde 5 dakika. programımızı bitireceğiz. Yani bu bir film sahnesi gibi değil. Bazen biz bunu işte filmle anlatmaya çalışıyoruz veya hoca çıkıyor camide vaazında anlatmaya çalışıyor. Tek kişi seslendiriyor bunu. Böyle değil. O hengamede, savaş ortamında öyle şövalyeler gelmişler. Öyle bir kere bir hakaret, küfür etti ve sustum, öyle değil. O devam ediyor. Orada yok mu kimse dediğinde, Efendimiz buyurduğunda Resul-i Ekrem sallallahu aleyhi ve aleyhi. Hazreti Ali Aleyhisselam kalktığında onlar da susup orada izlemiyorlar yani. Hakaretler, gülmeler, alaycı tavırlar. Üçüncü kez yine dedi ki ben gideceğim. Lebbeyk ya Resulullah, ben savaşacağım dedi. Bu bizi nereye götürsün? Detayları hocam anlattı. Ben daha başka yerlerden bakmak istiyorum. Sürem de çünkü kısıtlıdır. İslam'ın ilk günü de İnzar ayetinin, Safa Tepesi olayının olduğu günde neydi? Efendimiz'e ayet nazil oldu ki akrabalarını artık tebliğ edebilirsin. Tebliğ et. Ailendekileri çağır. Resul-i Ekrem Hazreti Ali'ye buyurdu ki git topla gelsinler. Akrabalarımız gelsinler. Amcalarımız, amca çocuklarımızı çağır. Toplandılar. Buyurdu ki Resul-i Ekrem işte ben desem ki bu tepenin arkasından bir düşman ordusu geliyor. Bana inanır mısınız? Dediler ki evet. Ben sizi daha önemli, daha zor bir düşmana karşı uyarıyorum. Şeytana karşı uyarıyorum. Gelin Allah'a iman edin. Tek olan Allah'a ve benim
peygamberliğimi kabul edin. İşte olay uzundur, kızan oldu, alay eden oldu, küsen oldu falan. Bir daha ertesi gün yine toplandılar. Yine aynılarını buyurunca Resul-i Ekrem dedi ki bu yolda kim bana yardımcı olacak? Bu bana yardımcı olacak kişi benim halifemdir, vasimdir, yardımcımdır, kardeşimdir. Kim olur? Hanginiz içimde? Önce insan kendi eline gider, kendi akrabalarına gider. Kim olacak? Kimseden ses yok. O günlerde 8 ya da 10 yaş arası. O yaş aralığındaki biri kalktı dedi ki ben dedi ya Resulallah ben senin yanında olacağım dedi. Kim? İmam Ali. Bir dakika dedi Ali. Amcalar, kuzenler, amcaoğullarım yok mu gelecek? Ben böyle bir yola çıkacağım. Bana yardım edecek olan kimse yok mu? Dedi. Hepsi oradaydı. İmam Ali dedi ki ben. İmam Ali o sofranın tabiri caizse yanlış anlaşılmaz değil mi inşallah? İmam Ali benden küsmez. Yani o su dolduruyordu oranın çocuğuydu yani. Her toplantıda, meclislerde öyle olmaz mı? Evin küçüğü gider çay getirir, su getirir. Evet. Böyle olur değil mi? Evet. İmam Ali milleti davet eden de oydu. Peygamber buyurdu git davet et. Yani yemekle, çayla, suyla ilgileniyordu orada. Yani hem oranın programın düzeniyle ilgileniyordu. Hem de Efendimiz öyle buyurduğunda bu kadar amcalar herkesin sustuğu yerde ben deyip elini kaldırmıştı. İkinci kez deyince bir dakika amcalar yok mu bana bir yardım etsin? Bu tabiri ben biraz daha böyle bugüne uyarlayarak söylüyorum. Tam tabir böyle değildir. Zihnimde de değil tam olarak ne yazıldı. Yine kimseden söz yok. Ali Aleyhisselam dedi ki ben ya Resulallah. Dedi ki Ali sen şüphesiz benim dostum, kardeşim, vasim ve halifemsin. İslam'da halife ve vasi kelimesi Resul-i Ekrem tarafından ilk önce orada aslında zikredildi. Gadirhum'dan önce yani daha Bismillah İslam'ın ilk tanıtmaya başladığında zaten demişti. Benim halifem Ali'dir diye. İlk defa halife ismi orada kullanıldı. Safa Tepesi olayında arkadaşlarımız izleyenler de YouTube'a da yazıp görebilirler. İlk defa orada. Hatta orada Ebu Leheb dedi ki ya gördün mü Ebu Talip bak bundan sonra Ali'ye uyacaksın. Demek ki Ali Muhammed'in halifesi ise sen de oğlunun peşinden gideceksin. Dedi güle güle gitti. Bir alay alma söz konusu oldu. Alay alma söz konusu. Zımnen de aslında şunu itiraf ediyor orada. Ebu Leheb bile itiraf ediyor ki Ebu Talip peygambere iman etmiş. Ki bundan sonra onun sözüne bakacaksın diyor. Evet. Biliyor Resul-i Ekrem'e herkesten yakın amca olan Hazreti Ebu Talip. Hazreti Hamza'dan da yakındı. Bak o bile diyor bundan sonra sen de Ali'yi takip edeceksin. Demek ki peygamberimize iman ettiğini söylüyor. İmam Ali Safa Tepesi'nde daha küçücük çocukken de bunu yapmıştı. Hendek Savaşı'nda artık adı yavaş yavaş duyulmaya başlayan cesur, cengaver bir savaşçıyken de orada yine ayağa kalktı. Herkes sustu. Korkularından ya da imanı zayıftı ya da aklı çalışmıyordu. Herkes gizlenince Ali Aleyhisselam kalktı. Meydana gitti. Hocam çok güzel anlattı. Savaşa gitti. İmanın tümü küfrün tamamıyla savaşmaya gidiyor diye buyurdu Resul-i Ekrem. Yani demek bilmiyorum. Bunu üstadlar tefsir etsinler. Bu hadis için bir program düzenlesek bile anlatmış olmayız. Bunu kıymetli izleyenler bir sorun hocalarınızdan. Resul-i Ekrem neden böyle dedi? İmanın hepsi gidiyor. Küfrün tamamı geliyor. Tüm iman savaşa gidiyor. Ali bitse iman bitecek. Niye? Niye bunu dedi? Yok muydu o kadar mümin yok muydu yanında? Vardı elbette. Niye dedi bilmiyorum. Bunun üzerine düşünmek gerek. Ali'nin Hendek'teki bir darbesi kıyamete kadar insanların ve cinlerin yaptığı tüm ibadetlerden daha üstün, daha efseldir dedi. Ali'nin o kılıcın darbesi olmasaydı bu olmazdı. Notlarım var bir sürü ama süren bitti değil mi? Evet. Son bir şey, bir 30 saniye, bir dakikada müsaade isteyelim. Buyurun, buyurun. Rejideki arkadaşlarımızdan da buyurun, sağ olsunlar. Bizi idare ediyorlar her hafta. Bu çünkü bunu Türkiye Caferilerin aziz lideri Sayın Selahattin Özgündüz'den dinlemiştim.
Daha sonra da bu yakın zamanlarda okumadım ama küçüklükten beri aklımda kalan ve dinlediğim ve beni çok etkileyen bir şeydi bu. Sadece bunu diyeyim. Muhtemelen bunu her yerde bulamaz izleyicilerimiz. İmam Ali Aleyhisselam yere serdi Abdülbedi. İn dedi aşağıya. 3 tane şey söylemişti. İndirdi. Toz duman oldu ortalık. Millet hatta dediler ki galiba Ali öldü artık. Buradan dönmez bu iş. Bir baktılar Ali Aleyhisselam Abdülbedi yere sermiş. Orada bir filmde bu tabiri yapıyorlar. Ben onu doğru bulmuyorum. Abdülbedi bir saygısızlık yaptı. İmam Ali Aleyhisselam'ın yüzüne doğru Ali Aleyhisselam gitti. Biraz dolandı geldi. Sonra öldürdü. Niye? İşte nefsini yendi. Bu söz yanlıştır. İmam Ali Aleyhisselam hiçbir yerde Abdülbedi ona gül dağıtsa, Abdülbedi ona toprak dağıtsa ki bir terbiyesizlik yaptı yapmadı yerinde, İmam Ali o kılıç darbesini nefsi için indirmezdi. Yine İslam için indirirdi. Bu tabiri kullanan hoca, vaiz, yazar, müellif her kimse tamamen karşılarındayım. İmam Ali gitti orada dolandı, gezdi, geldi. Sinirini yendi. Yani öyle çok böyle sinirlenen asi bir adamdı birden. Ondan sonra sakinledi, geldi vurdu. Bu söze ben inanmıyorum. Kabul etmiyorum. Bu benim düşüncemdi. Selahattin hocamızdan dinlediğim, kıymetli liderimizden dinlediğimde şuydu ki, Abdülbedi yere serdi, işte başını aldı, Müslümanların önüne doğru geldi, böyle başı tuttu veya attı. Orada da sahabelerden, meşhur sahabelerimizden birisi de dedi ki, ya Ali tamam yendin de bu kibir niye? Deyince Peygamber Efendimiz duydu, dedi ki, buyurdu ki, düşman karşısında kibir etmek caizdir. Bu öyle bir kibir değildir. Yani o bize sövüyordu. Bu benim eklemem. Adam burada dakikalarca bize söyledi, belki 1 saat boyunca bize söyledi. Biriniz kalkıp gelmediniz. Onun başını kesince de bir alıp yere çırpmak da gereklidir diye Resul-i Ekrem buyurdu. Bu benim bu Efendimizin sözüne tefsirim budur. Yere serdi. Abdülbedi'nin kız kardeşi geldi. Geldi Abdülbedi'nin, Amr bin Abdülbedi'nin cesedinin üstüne. Geldi ağlamaya başladı. O da kolay değil yani. O ailenin, o bölgenin en meşhur, en cesur adamlarından biri. Ki İmam Ali duyulana kadar, tanınana kadar, büyüyene kadar 1 numara. Onu yere sermiş İmam Ali Aleyhisselam. Onun o kardeşi, abisi yere serilmiş. Geldi başına ağladı, ağlıyorken birden böyle durdu. Gözünün yaşını sildi, dedi yok ağlamayacağım. Dedi gelin yardım edin. Ne oldu falan. Dedim ne oldu birden ağlamayı kestin sen? Ağlıyordun önce, sonra birden bıraktın. Dedi benim abimi öldürdüler ama mert bir adam öldürdü. Cesur bir adam öldürdü. Nereden biliyorsun? Sen duymuş muydun Ali? Dedi duymaktan öte bir amelini gördüm ki ben eminim bu çok mert, cesur bir adam. Niye? Nereden gördün? Abdülbedi gibi, Amr bin Abdülbedi gibi savaşçının, savaş zırhının ne kadar değerli olabileceğini düşünebiliyoruz herhalde. O dönemde bunlar çok önemli bir teçhizat. Dedi ki o Ali, o abimin üstündeki bu değerli taşlarla donatılmış zırhını söküp almamış. Hani belgesellerde bazen görüyoruz ya, işte bir aslan düştüğünde sırtlanlar etrafına gelir, onu parçalamaya çalışır. Bu çok cesur bir aslanmış. Öyle leşle uğraşmamış. Öldürmüş, cesediyle dokunmamış, zırhını söküp almamış. Çıkıp gitmiş. Gerçekten bir aslanmış bu dede. Esadullah Ali için. Orada ağlamayı kesmişti. Türkiye Caferiler lideri Sayın Selahattin Özgünüz'den duymuştum. Şimdi aklıma da o geldi yine. Ki İmam Hüseyin Aleyhisselam'ı şehit eden zalimler, o sırtlanlar, Hüseyin Aleyhisselam'ın, onlar Müslüman diye geçinenlerdi. Müslümanlardı onlar. Hüseyin Aleyhisselam'ın bedenini ve zırhını ve yüzüğünü ve
Allah bizi Ali'den, Hüseyin'den ayırmasın inşallah. Hamza Seyyid-i Şuhada'dan ayırmasın. Seyyid-i Şuhada'dan ayırmasın inşallah. Böyle bir cesaretle yere serdiği en şuca, en gayretli, en meşhur silahşörü, şövalyeyi bile öyle bir yere seriyordu ki Ali, attığı her adımda, vurduğu her kılıç darbesinde, söylediği her sözde İslam'ı koruyordu, Allah'ın dinini koruyordu, Efendimiz'i koruyordu. Bugünlere İslam'ın gelmesine vesile oluyordu. Ümmet olarak o gün o Hendek Savaşı'nda olanlar gibi bugüne kadar yaşayan tüm Müslümanlar ve bundan sonra yaşayacak tüm Müslümanlar İmam Ali'ye çok şey borçludur. Ali'nin o darbesi olmasaydı bugün İslam diye bir din kalmayacaktı. Resul-i Ekrem bunu böyle buyurmuştur. Rabbim bizi Resul'e inanan, onun yolundan giden, Allah'a gerçekten iman eden, Ali'nin takipçilerinden, şialarından, muhiplerinden etsin inşallah. Vesselamu aleyküm. Hocam, değerli hocam, çok güzel noktalara değindiniz sizler de. Ağzınıza sağlık, teşekkür ederiz. Ben teşekkür ederim. Evet değerli Ehl-i Beyt dostları, bu hafta Hendek Savaşı'nı ele aldık. Çok önemli noktalara değindiler değerli konuklarım, değerli misafirlerim. Allah razı olsun hepsinden. Bu hafta konuğumuz Cafer Alimi Elmir Veliyov ve Cafer Alimi Sayın Güven Dumanlı hocamız bizlerle birlikteydi. Hendek Savaşı'nı konuştuk. Haftaya yeni konumuzda aynı saatimizde tekrar görüşmek üzere. Hoşça kalın.